Şəhərsalma və memarlıq ili çərçivəsində 2 fevral Gənclər Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu Gələcəyin Gənci adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qaleriyanın üzvü, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA Art Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, tələbələri ilə birgə Gənclər Gününə həsr olunmuş Gələcəyin Gənci adlı ilk fərdi yaradıcılıq sərgisini təqdim etdi. Sərgi gənc rəssamların yaradıcılıq potensialını, onların sənətə baxışını və gələcəyə dair ümidlərini nümayiş etdirməyi hədəfləyir. Burada təqdim olunan əsərlər gənclərin daxili dünyasının, düşüncələrinin və arzularının rənglər vasitəsilə ifadəsidir. Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək gənclərin yaradıcılıq fəaliyyətinə verilən dəstəyin dövlət siyasətində mühüm yer tutduğunu vurğuladı. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova sərginin gənc istedadların tanınması və beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyətini qeyd etdi. FA Art Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva isə tələbələrinin yaradıcılıq yolunda qazandıqları uğurları və bu sərginin onların inkişafında oynadığı rolu önə çəkdi. Sərgidə fəxri qonaq olaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Aparat rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov iştirak edirdilər. Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin Mədəniyyət Klubunun ansamblı tədbirin bədii hissəsini təqdim etdi. Ansamblın bədii rəhbəri və Mədəniyyət Klubunun rəhbəri Əyyub Məmmədovdur. Proqram çərçivəsində Amerika Beynəlxalq Opera Müğənnilərinin Vokal Müsabiqəsi 2023-ün qızıl medalçısı, Opera və Balet Teatrının solisti Urfan Cəfərov, Mədəniyyət Klubunun solistləri Yusif Sadıxov, Cahid Qubatov, Baxşəli Rəhimli, Kənan Bəşirli səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşatdı. Bu zəngin musiqi proqramı sərgiyə xüsusi ovqat qataraq gənclərin yaradıcılıq enerjisini musiqi və vokal ifaları ilə tamamladı. Sərginin sonunda rəssamlara və ifaçılara təqdim edilən diplomlar onların yaradıcılıq fəaliyyətinin rəsmi təsdiqi olmaqla yanaşı, gənc istedadların zəhmətinə göstərilən yüksək qiymətin, onların gələcək nailiyyətlərinə olan etimadın və mədəniyyət sahəsindəki fəaliyyətlərinin təşviq edilməsinin mühüm göstəricisi kimi dəyərləndirildi. Tədbirin sonunda isə xatirə fotoları çəkilərək bu unudulmaz gün yaddaşlarda əbədi olaraq həkk olundu.